Əkizlər Bürcü 6-12 aprel aralığı həftəlik proqnozu. Ümumi bu həftə sənin üçün ünsiyyət və hərəkət həftəsidir. Yeni xəbərlər, görüşlər və planlar çox olacaq. Həftənin ortasından sonra bəzi qərarlar verməli olacaqsan və diqqətli seçimlər önəmli olacaq. Pul və iş. İş həyatında aktivlik artır. Yeni ideyalar və layihələr gündəmə gələ bilər. 9-11 aprel aralığında pul baxımından şansın yüksəlir. Amma diqqətsizlikdən yaranan xırda itkilərə qarşı ehtiyatlı ol. Sevgi həyatında canlanma var. Münasibəti olan əkizlər üçün daha çox ünsiyyət və yaxınlaşma olacaq. Subaylar üçün isə gözlənilməz bir tanışlıq ehtimalı yüksəkdir. Xüsusilə sosial mühitdə. Uğurlu günlər 9, 10 və 11 aprel. Diqqətli günlər 6 və 8 aprel. Məsləhət: bu həftə diqqətini yayındırma. Başladığın işləri yarımçıq qoyma. Fokuslu olsan böyük uğur əldə edə bilərsən.